Azotlu gübrələri saxlayan zaman, baxın bu cür granulalar şəklində olan, dənəvərləşmiş formalarda olan gübrələrimizi saxlayan zaman düzgün şəraitdə saxlamaq lazımdır. Saxlanılan yer quru, rütubətli olmamalıdır. Məsələn, saxladığımız yerin aşağı hissəsi quru olmalıdır. Baxın bu nəmlikdə olduğu üçün, baxın iriləşmə baş verib. Havanın nəmini qəbul edib, nəmliyini başlayıb birləşməyə. Bu da bizim bitkilərimiz üçün yararsız hesab edilir. Əgər bunun hamısında bərkləşmə baş verərsə, ümumiyyətlə ağzı açıq vəziyyətdə qalmamalıdır azotlu gübrələr. Havadakı nəmi qəbul edib tərkibindəki amoniak qazı uçur və bitkilərimizə də o torpağa düşdükdən sonra ureaza fermenti onu fermentasiya edir, daha sonra çevirir bitkilərimizin mənimsəyə biləcəyi formaya. Bu da uçub getdikdən sonra bizim bitkilərimizə bunun heç bir faydası olmayacaq. Onun üçün bu cür gübrələrimizi saxlayan zaman quru və ağzı bağlı şəraitdə saxlamaq lazımdır.